Davam edir. Kəzəli torpaqlara qayıdış prosesi uğurla davam etdirilir. Bu mərhələdə Kəlbəcər şəhərinə 20 ailə daha dəqiq desək 112 nəfər məskunlaşdırılacaq. Kəlbəcər şəhərinə köç edənlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət ediblər. Ən sevinçli bir günümüzdür bizim. Vətənə dönürük. Düzdür, gələndə çox pis günlərlə gəlmişik. Qarlı dağlar aşmışıq, indi şükür yaxşı vəziyyətdə qayıdırıq. Şükür ki, vətənə gedirik. Çox sevinirik, həddindən artıq sevinirik. Vətənimizə qayıdırıq. Çıxanda 32 yaşım var idi. İndi 65 yaşım var. 9 nəvə ilə balalarımdan geri qayıdım.